Bunlar şəkərburaya haramzat deyirlər deyənlərə İslamın cavabı. Şəkərburadır, qoğaldır və s. Bunlar haram deyil. Bunlar donuz deyil ki, donuz ətidir. Eyni süfrə arxasında oturmaq qeydilir. Bunu çəkilmək lazım. Bunlar yeməsən də. O başqa. Yenə deyirəm, burada pişirilən yeməklərə qalınca isə şəkərbura halaldır. Bəzən insan gəlir evinə, atası ilə anasına yaşayır. Atası anası da təbii ki, bayramı qeyd edir. Gəlir evə, axşam yeməyə gəlib bu adam. Evdə aş pişiriblər, dolma pişirir. Götürsün qıraqda yiyirsin. Burada heç nə yoxdur. Burada yemək nə zaman problem ola bilər? Sən otursan o süfrədə onlarla, bayramımız mübarək filan. Bu artıq problem olar. Amma sən o işdən gəlmişsən, normal, adi yemək verirlər qabağa. Yemək yumuş olsun, Allah köməyin olsun. İnsanlarla qeyd etmək icazəli deyil. Qadağan olunan budur. Məsələn, evində oturmuşsansa, toy olur, və o toydan sənə halal neymətlər gəlibsə, yemək olar mı, yoxsa yox? Əlbəttə olur. Və yaxud da ad günündən sənə tort gəlibsə evdə, yemək olar mı, yoxsa yox? İcazəlidir onu yemək. Çünki o məhsullar hamısı nədir? Halaldır. Həmçinin şəkərbura olsun, paxlava olsun, qoğal olsun, o şeyləri sən ilin 365 günü istədiyin vaxt pişirib yeyə bilərsən. Və həmçinin əgər sənə göndərilibsə, gəlibsə, o məhsulları yemək nədir? İcazəlidir. Qadağan olunan, onlarla eyni süfrə arxasında oturub bir yerdə o bayramı qeyd etmək nədir? İcazəli deyil.